Hal-hazırda Bakıda Fizika Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyində 11-ci sinifdə təhsil alıram. Bu il top 5-likdə yer alan UC Berkeley Universitetinə qəbul almışam. Bu universitetlə yanaşı top 50-likdə yerləşən 10 daha əlavə Amerika, Kanada, Çin və bəzi Avropa ölkələrinin universitetlərindən qəbul almışam və həmçində 3 universitetdən, hansı ki burada University of Chicago var, o da səhv eləmirəmsə top 10-luqda yerləşir. Bu 3 universitetdən də waitlist, yəni gözləmə siyahısına düşmüşəm. 5-ci sinifə qədər Şəkər 10 nömrəli tam orta məktəbdə təhsilimi almışam. 6-cı sinifdə Şəkər Kimya Bioloji Təmayüllü liseydə və 7-ci sinifdən etibarən isə hal-hazırda Bakıda təhsilimi davam etdirirəm. Mənim əsas riyaziyyata, layihələrə, bizneslərə, startuplara, bu yönlər, istiqamətlərdə maraqlarım var. Elə bu sahələrdən də fərqli uğurlarım var. Məsələn, 8-ci sinifdə Respublika Fənn Olimpiadalarında qızıl medal almışam və daha sonra bir qədər istiqamətimi qeyd etdiyim startuplara yönləndirmişəm. Mən UC Berkeley'də Business Administration, yəni biznesin idarə edilməsi proqramını seçmişəm. Mənim üçün prioritet olan məsələlərdən biri insanların, müəyyən bir auditoriyanın problemlərinə həll yol taparaq onlara belə deyək, bir həll üsulları təqdim etməkdir. Bu isə məni biznesə elə yönəlməyimə belə deyək, əsas səbəb oldu. Sırf niyə UC Berkeley? Çünki UC Berkeley hal-hazırda son belə deyək, illər ərzində startuplar, biznes sahəsində ciddi şəkildə irəliləməsi olub. Çox imkanlar var və orada çıxan belə deyək, startup təsislərinin sayı ildən-ilə sürətli şəkildə artır. Bu mənim üçün ilk səbəb oldu həmin universiteti seçməyə. Digər səbəb əlbəttə ki, professorlar, orada olan tələbələr, əlaqələr və yerləşdiyim məkan olan Silikon vadisi. Mən təhsilimi dövlət proqramı dəstəyi ilə davam etməyi planlayıram və bu yaxın günlərdə də müraciətimi tamamlayacağam dövlət proqramı üçün. Dövlət proqramının dəstəyi ilə həm universitetin təhsili, yataqxana ödənişləri və əlavə təqaüddə əldə edəcəm. Hər zaman dərs oxumanın nə tərəfdarı deyiləm, nə də ki, oxumurdum. Yəni, və belə deyim də, dəyişməyən bir cədvəlim də yox idi. Mən özüm dostlarımla vaxt keçirirdim. Yanında telefon oyunu oynayırdım, kompüter oyunu oynayırdım, PlayStation'da gedib oynayırdım. Yəni, çox fəaliyyətim, yəni əlavə belə deyim də, sırf hobbi olaraq elədiyim fəaliyyətlər də var idi. Yəni, sadəcə 7-24 layihələrlə məşğul olmaq, dərs oxumaqdan keçmirdi günüm. Düşünürəm ki, son illərdə çox sayda uğurlar var. Təkcə bu il Berkeley'ə bir xeyli bakalavr üzrə, magistr üzrə tələbələr, Azərbaycandan tələbələr qəbul olunub, MIT-yə transfer qəbul oldu, Harvard var, Yale var, çox sayda qəbullar var və yəni bu onu göstərir ki, mümkündür bu. Sadəcə planlı və davamlı şəkildə çalışıb bu uğuru əldə etmək lazımdır.